Salam, hər vaxtınız xeyir. Mircəlal DİM 2025 testindən izahını verəcəm. Mircəlal roman janrında yazılmış əsərlərini müəyyən edin. Deməli, burada bizim cavabımız olacaqdır. Yaşıdlarım roman janrındaydı. Burada Kərimzadə obrazını canlandırmışdı. Həkim Cinayətov hekayə janrındaydı. Burada sadəlik və təbii idi mövzu. Badam ağacları hekayə janrı idi. Bostan oğrusu hekayə idi. Açıq kitab roman idi. Yolumuz aynadır. 1-5-6 olacaqdır. Ümumiyyətlə, onun bu hekayələrini necə yadda saxlamışdıq? Cinayət, deməli, həkim toyda cinayət elədi, çünki bostandan badam oğurlamışdı. Bunu cümlə olaraq demişdim ki, belə yadda saxlayın. İkinci, əgər bunu belə yadda saxlaya bilmirsinizsə, mənim Mircəlalla bağlı izahıma baxın. Keçir növbəti suala. Mircəlal hekayə janrında yazılmış əsərlərini müəyyən edin. Yenə həkim toyda cinayət etdi, bostandan badam oğurladı. Hansı olacaq? Həkim cinayət, təzə toyda oğurladı, bostandan nə oğurladı? Badam ağacları. Deməli, 3 dənə verilib, biri verilməyibsə 1, 4, 6 olacaq cavabımız. Yəni, Mircəlal açıq kitab əsəri haqqında yenə səhv fikri bizdən istəyir. D. Vahid qrup yaratmaq arzusu ilə yaşayan gəncliyi təmsil edir. Bu cümlələrin hər birini yadda saxlayın, doğrudur. Kərim Gəldiyevin timsalında el malını dağıdan şəxslər tənqid edilir. Bəli, orada deyirdi ki, Kərim Gəldiyev taxıl müvəkkilində işləyəndə biri deyirdi ki, ay qəşəng oğlan, mənə taxıl ver, o verirdi. Biri deyirdi ki, bacıoğlumun toyudur, mənə taxıl ver, o verirdi. Ümumiyyətlə, el malını dağıdırdı. Çünki deyir ki, mən bu gün onlara işim düşübsə, səhəri gündə onların mənə işi düşəcək. Əsər yüksək ideya bədii keyfiyyətlərlə seçilən satirik romandır. Bunu yadda mütləq saxlayın ki, bu satirik roman idi. Rübabənin Gəldiyevə Verdiyevlə apardığı mübarizə şəxsi. Ümumiyyətlə, bu əsərin izahında var ki, bunların heç biri şəxsi mahiyyət daşımırdı. Ümumi, ictimai mahiyyət daşıyırdı. Yəni, şəxsi ilə icmaini qatmayın. Şəxsi o deməkdir ki, mən gedib filan kəsdən intiqam alıramsa, o mənim şəxsi intiqamım olur. Amma burada ictimai isə dövr üstünü idi. Qocaman mühəndis Vəzirbəyli Gəldiyevçi ilə mübarizə gənclərin tərəfində dururdu. Bəli, Vəzirbəyli dururdu, amma Verdiyev durmurdu. Yəni, Vəzirbəyli müsbət obraz idi, Verdiyev mənfi obraz idi. 4-cü suala baxırıq. Aşağıdakı fikirlər Mircəlalın hansı əsərinə aiddir? Avtobioqrafik romandır. Deməli, bu hansı idi? Demişdik ki, özü haqqında məlumat verirsə, təbii ki də yaşıdlarımda verəcəkdir. Milli ziyalılığın problemi diqqət mərkəzinə çəkilmişdi. Yenə də bu yaşıdlarımda olacaqdır. Qocaman yazısı Kərimzadə. Bax, yadınızda qalsın ki, özü haqqında məlumat verirsə, ancaq yaşıdları olan romanda verər. Öz yaşıdlarına uyğun, özü də orada iştirak edir. Və burada Kərimzadə obrazı vardı. Aşağıdakı Mircəlalın hansı əsəri aiddir? Tarixiliklə müasirlik, dedim, tarixdən indiyə gəlir. Hara olurdu? Bir yol olmalıydı da. Cavabı tapın görüm hansı olacaq? Bəli, yolumuz ayanadır. Sabirin həyatı ədəb mübarizəsi fonunda Sabir, yəni qədimə gedib çıxıb. Müəllif vətəndaşlıq qayəsi haqqında fikirləri əks olunurdu. Keçin növbəti. Bu tip suallar sizin blok imtahanına düşə bilər. Mircəlal Molla Nəsrəddin ədəbi məktəbinə, bu məktəbin görkəmli nümayəndələrinə böyük ehtiram bədii ifadəsi kimi əhəmiyyət daşıyan əsər hansıdır? Molla Nəsrəddin ədəbi məktəbi. Yəni, siz bunu hardan tuta bilərsiniz? Molla Nəsrəddin ədəbi məktəbinə və bu məktəbin görkəmli nümayəndələrinə. Ta ki, Molla Nəsrəddin də qədimdən gəlirdi. 1906-cı ilə aid jurnalı idi. Deməli, 1957-də də bu yazılıbdır. Yolumuz hayanadır. Yəni, qədimdən. Mircəlalın açıq kitab əsərində obrazlarla bağlı uyğunluq pozulmuşdur. Burada Vahid qrup yaratmaq arzusu ilə yaşayan saf mənəviyyatlı, istedadlı gəncdir. Verdiyev ikiyüzlü rəyasət düşdüyün kimi tənqid edilir. Bu da düz olur da. Bunları əzbərləyin. Gəldiyev el malını dağıdan saxtaçar. Bayaq dedim nəyə görə el malını dağıdır? Çünki taxılı dağıdırdı. Daha sonra vəzifəsindən istefa verilmir, onu ezam edirlər. Yəni, bir yerdən başqa yerə göndərilir. Ezamiyyətlə istefanı qarışdırmayın. Vəzirbəyli Gəldiyevçilərlə mübarizədə Rübabə Muxtar kimi gənclərlə yanaşı dayanır. Bu da düzdür. Deməli, Rübabə Gəldiyeva ona eşq elan etməsini bəhanə edərək, xeyr, Gəldiyevin ona eşq elan etməsini yox, dərslər o vaxt briqada şəklində keçirilirdi. Gəldiyev də qəsdən Rübabəni öz briqadasına salmışdı. Sadəcə olaraq Rübabə Gəldiyevin briqadasında oxumaq istəmirdilər. Briqada nə idi? İndiki qrup şəklində olan dərsləri idi ki, Rübabə də bunu deyirdi ki, Gəldiyev nə öyrənir ki, mənə də nə öyrəsin, mən cib imtahandan kəsilsəm bunun səbəbkarı kim olacaq? 8-ci suala baxırıq. Mircəlalın açıq kitab əsərinin janr xüsusiyyətlərinə aid olmayan
olmayan fikri istəyirdi bizdən. Açıq-aşkar roman idi. Deməli, burada da hadisələr sürətli, lakonik inşafa yazıldığı janrın əsas xüsusiyyətlərindən. Lakonik, yəni yığcam deməkdir. Roman isə ümumiyyətlə heç bir zaman yığcam olmur. Təhkiyyə əsas ola bilər, mürəkkəb həyat hadisələri verilə bilər romanda. Yüksək idea baxım, bədii keyfiyyətlərlə seçilən satirik romandır, doğrudur. Epik növün ən iri həcmli əsəridir, bu da doğrudur. 9-cu suala baxırıq, az qaldı suallarımız. Mircəlanın açıq kitab əsərlə bağlı yenə bizdən səhvi istəyir. Sovet dövründəki mənfi meyilləri satirik dillə ifşa və tənqid etmişdi. Bəli, burada Sovet dövründəki mənfi meyilləri satirik dillə ifşa etmişdi və oradakı müsbət planları da göstərmişdi. Hətta biz deyirdik ki, Gəldiyev orada mədəni hücum ştampının rəhbəri olurdu. Mədəni hücum nədir? İndiki dövrdə deyirik, yeməsən yeri zibilləsən cərmələnir. O dövrdə də elə idi ki, yəni mədəniyyəti hər kəs qorumalı idi. Yazının problemləri açıq göstərməsi dövrün münasibəti bir mənalı olmamışdı. Bizdən burada nə istəyirdi? Səhv istəyirdi. Bəli, problemləri açıq göstərməsində dövründə münasibət bir mənalı olmamışdı. Bunun hamısı təhlil hissəsində olan cümlələrdir. Kitabı açsaz və dərs izahıma baxsaz görərsiniz. Əsərdə Vahidlər, Muxtarlar, Verdiyevlər, Gəldiyevlər, Rübabilər sağlam düşüncə gəncliyi nümayəndələridir. Sağlam düşüncəli gənclik müsbət obrazdır. Ümumiyyətlə mən demişdim, soyadla verilənlər mənfi obrazdır. Verdiyev mənfidir, Gəldiyev mənfidir. Digərləri isə müsbət obraz olacaqdır. Sağlam düşüncə ancaq üstün ola bilər. Müəllifin müasir mövzuda yazılmış ilk romanı sayılırdı. Bu doğrudur. Obrazların nitqinin fərdiləşdirilməsinə xüsusi diqqət yetirilirdi. Bəli, öz nitqləri ilə özlərinin xarakteri haqqında məlumat verirdilər. Mircəlan yenə açıq kitab əsərində səhv fikri bizdən istəyir. Burada nə olar cavabımız? Sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz. Bu elə əsərin əsas ideyası idi. Düzdür, Vəzirbəyliyin yanında Gəldiyevin dili gödəkdir. Bəli, Vəzirbəyliyin yanında, çünki Gəldiyev hələ Ürək adlı layihəni ona göndərməmişdən qabaq Vəzirbəyli Gəldiyevi bir dəfə də qüsur tutmuşdu. Ümumiyyətlə onun yanında dili gödək idi. Gəldiyev savadsız olduğuna görə Rübabə onun bir qadasında qalmır. Bəli, bunu düz götürə bilərik. Düzdür, verdiyi vahidin məsələsindən danışarkən canlı bir insan kənddən yenicə gəlmiş gənc olmasını nəzərə alaraq ona haqq qazandırmağa çalışır. Verdiyev bu soyadla verilib, bu mənfi obrazı idi. Deməli, ona haqq qazandırmırdı. Əksinə o qorxaq, öz vəzifəsinin əldən getməsindən narahat olan bir obraz idi. Səttərzadə Rübabə Vahidi Füzuli kimi sevməyi arzulayırdı və övladına da əqidəsini hədiyyə edirdi. 11-ci sual. Mircəlanın açıq kitab əsərində obrazlar haqqında səhv fikri müəyyən edin. Burada Vahid və Rübabənin Gəldiyev, Verdiyev kimlərlə apardığı prinsipal mübarizə ictimai baha gördünüz və yaxud şəxsi deyirdi. Burada ictimai deyirsə düz götürürsünüz. Vəzirbəyliyin Vahid kimi istedadlı mütəxəssislərlə müsabiqəyə cəlb etmək fikri Gəldiyevə çox ağır gəlirdi. Bəli, düz götürə bilərik. Çünki Gəldiyevi bəyənmirdi. Vəzirbəyli Gəldiyevin ilk tikintisinə irad tutmuş, hökumətdən salmışdı. Bəli, doğrudur. Verdiyev Vahidin məsələsi üçün iclasa gəlsə də tələbənin taleyi ilə dərindən maraqlanmırdı. Doğrudur. Gəldiyevin layihəsi Yeni Bakı adlanmırdı. Yeni Bakı layihənin adı idi. Gəldiyevin layihəsi Ürək adlanırdı. Y səhvdir. 12-ci suala baxırıq. Nöqtələrin yerinə hansı əsərin adı yazılmalıdır? Sənətkar zaman münasibət, Sabirin, baş Sabirdən danışır, ədəbi məktəb nümayəndələrindən danışır, yoldur, Sabir, keçmişdən gəlib, yol, hara olacaq, cavab olacaq, yolumuz sayanadır. Mircəlanın Bir Gəncin Manifesti romanında Bahar obrazı haqqında fikirlərdən biri səhvdir. Burada cavabımız nə olar? Bədxət insanlar ailəsində var dövlətinə sahib çıxır. Bədxət insanlar ailəsinin var dövlətinə sahib çıxır. Ümumiyyətlə, Bahar kasıb yerdən gəlirdi. Bunun var dövlət yazığın hardan gəzirdi? Həyatda mərhəmətsiz və zalım insanlarla üzləşirdi. Bəli, Məşədi Abbas İsfəndiyar düz danışan günahsız bir uşaqdır. Bəli, pul oğurlamamışdı, amma heç kim buna inanmır. Üstünə böhtan atır, bəli, oğru deyirlər. Nökərçilik etməyə məcbur olur, bəli. Mircəlanın açıq kitab əsəri əsasında doğru fikri müəyyən edin. 14-cü sualda Vahid Gəldiyev haqqında mənfi fikirlər direktora deməsə də valideyninə deyir. Demək, burada doğru fikir istəyir bizdən. Vahid Gəliyev haqqında mənfi fikirləri bəli direktora deməsə də valideyninə deyir. Bəli, Vahid bunu valideyninə gəlib deyir də, deyir ki, tələbənin düşmənidir, başlayır onun mənfi atasına pisləməyə. Vahidin fikrincə Gəliyev özü gündə 3-4 dərs buraxırsa, onda nəsə öyrənmək olmur. Bu Vahidin fikri deyildi, Rübabənin fikri idi. Gəliyev direktor adından torpaq şöbəsinə arpanın verilməsi haqqında məktub yazdı. Torpaq şöbəsinə arpa deyildi axı bu. Verilməsi haqqında məktub yazıb, bir şey yox idi. Muxtar polis idarəsi yazılan məktubu görə əsəbləşdi. Belə bir şey də yox idi burada. Bizdən doğru fikir istəyir. Gəldiyevin içinə birinci Poladov rəy vermişdi. Poladov rəy verməmişdi. Poladov baxa bilməmişdi deyə Gəldiyev Vəzirbəyliyə göndərmişdi. 15-ci sualına davam edirik. Mircəlanın Vətən Yaraları əsəri haqqında doğru fikri müəyyən edin. Povest janrında yazıldığı üçün nəsrlədi. Vətən Yaraları hekayə idi, povest janrında deyildi.
15'də ayı səhvdir. Lətif düşünür ki, bəşəriyyət anaların qəlbi ilə yaşasaydı, dünya başdan-başa bir cənnət olardı. Bunu Lətif düşünmürdü, yaralı əsgər düşünürdü. Ananın ehtimala əsaslanan yanaşması öz təsdiqini tapır. Bəli, ana açarı həmişə deməli, müəyyən etdikləri yerə qoyurdu. Deyir, oğlum gələndə belə bu açarı tapa bilər. Mən deyir, hər zaman sənin körpə görürdüm və sənin gəlməni arzulayırdım və doğrudan da təsdiqini tapır. Nəsrəddin anasının düşünərək təhkiyyatçı ilə anasına pul göndərmirdi. Ümumiyyətlə, burada şəkil göndərilirdi. Lətifin də Nəsrəddin kimi dişli qaya haqqında xatirələr var idi. Xeyr, bu yalnız Lətifin idi. 16 illik Venn diaqramında Lətif və Nəsrəddin obrazı hərbi mütəxəssislər onun cəbhədəki fəaliyyətini yüksək qiymətləndirirdilər. Deməli, burada bunu ikisinə də yazdı. Niyə tək Lətifə? Ümumiyyətlə, bunu yüksək qiymətləndirib, yüksək vəzifə verdikləri Nəsrəddindir. Maksimum sən bunu Nəsrəddinə yaza bilərsən, Lətifə yaza bilmərsiniz. Nitqində məlum olur ki, təbiəti çox sevir. Bəli, içini götürə bilərsən. Daşlı bulağa get, oradan su iç deyirdi. Komandir etibar edərək sirrini ona deyirdi. Bunu sadəcə sən yaza bilərsən. Komandir etibar edərək sirrini ona deyir. Komandir etibar edərək sirrini ona deyir. Bunu 3 ara yazıblar, bura yazıblar. Böyle bir şey yox idi. Bunu sil. Universitet təhsilini yarımçıq qoyub cəbhəyə yollanmışdı. Universitet təhsilini yarımçıq qoyub cəbhəyə yollanan, bəli, bunlar idi. Çünki səfərbərlik olmuşdu. Hadisəni nəql edən əsgərlər bir məktəbdə oxumuşdular. Bəli, bir məktəbdə oxumuşdular. Bu da doğrudur. Aşağıdakı fikirlərdə Mirzəlanın hansı əsərinə aiddir? Azərbaycan ədəbiyyatında mükəmməl talih. Talih isə deməli burada insan olmalıdır, adam olmalıdır. Bu da dirilən adama aid olacaqdır. 18-ci sualda Mirzəlanın açıq kitab əsərində o aid olmayan fikri müəyyən edib. Əsərdə tənqid, ifşa, satirik ruhla yanaşı lirik motivlər də vardı. Bəli, burada Məhəmməd Füzulidən lirik motivlər verilmişdi. Cəmiyyətdə gedən proseslər, yeniliklər öz bədii əksini tapıb düzdür, mürəkkəb və ya da hadisələr ahadəli təsvir edilmişdi. Bəli, povest idi, geniş idi. Hadisələr sürətli inkişafı yazıldığı janrın əsas xüsusiyyətidir. Hadisələrin sürətli inkişafı olmaz. Sürətli inkişaf yığcam deməkdir. Burada niyə yığcamlıq olsun ki? Deyə səhv olar. Əsərdə hər obraz özünə məxsus fərdi cəhətlər vardı. Düzdür. Mirzəlanın yaradıcılığı ilə bağlı doğru fikirləri müəyyən edin. Epik növün hekayə roman janrlarında əsərlər yazmışdı. Biri doğru götürün. Sonra bir gəncin mənfəsli romanda Bahar nəfsin qurbanı olmurdu. Yazıq Bahar etinasızlığın, mərhəmətsizliyin qurbanı olurdu. Yaşıdlarım romanında Sabirin obrazı yaradılmışdı. Deməli, Yaşıdlarım romanında Mirzə Ələkbər Sabirin yox, Kərimzadənin obrazı yaradılmışdı. Dirilən adam əsərində Qədir obrazı cəmiyyətdə dayaq tapa bilməyən insanların keşməkeşli taleyini ümumiləşdirilir. Bəli, 4-ü düz götürün. Açıq kitab romanda şər böhtanla məşğul olan insanların bədəməlləri ifşa olunurdu. Bəli, Gəldiyev kimiçiləri. Mirzəlan açıq kitab əsərində Gəldiyevin nitqində onun mənəviyyatsızlığını sübut edən nümunələr, əzməsən əziləcəksən. Bir də nə idi burada? Deyir ki, mənsəb cəhənnəmin təkində mənsəbə üstünlük verirdi, şöhrətə üstünlük verirdi. Bir də olmalıdır ki, ayaqlamasan ayaqlanacaqsan. Yəni 1-3-5. 21-ci sualla davam edirik. Bir gəncin manifesti əsərində Bahar haqqında parça hansı keyfiyyətlər təsdiq olunub? Mal, pul hərisliyi? Yox, Bahar belə bir obrazı idi mi? Tənqid olunur daha doğrusu. Deyir ki, parçada hansı keyfiyyətlər? Bəli, burada Məşəd Abbas mal, pul hərisi idi. Riyakar, ikiyüzlü. İkiyüzlü yox idi. Keç elə ikiyüzlü olardı. Bahar aparıb saxlayardılar. Belə bir şey yox idi. İnsan taleyinə qarşı Nurəddin hekayəsində ikiyüzlülüyü götürə bilərsiniz. Orada Gülbahar ikiyüzlülük edir ki, nədir Nurəddin malı mülkü ona qalsın. İnsan taleyinə qarşı laqeydlik, biganəlik, insan taleyinə bəli, tənbəllik yox idi burada. Bahar çox çalışırdı. Avamlıq və nadanlıq da deyildi. 22-ci sualla davam edirik. Vətən yaralarında yanlış fikir. Əsərdə vətənpərvər, şəfqətli ana obrazı da yaradılmışdı. Deməli, vətənpərvər, şəfqətli ana obrazı da yaradılmışdı. Burada vətənpərvər və düzdür da bu yaradılmışdı. Oğlanlarına bağlama göndərirdi. Bizdən səhv istəyir. Təşkilatçı əsgər baş verən hadisələr haqqında fəlsəfi düşüncələrə dalır. Bəli, burada fəlsəfi düşüncələri var idi. Deməli, o 2 ömür istəyirdi. Biri təcrübə ömrü olsun, ikinci ömrü isə təcrübədən çıxandan sonra verilən ömrü olsun. Gerçək döyüş səhnələrinə xüsusi yer verilmişdi. Gerçək döyüş səhnələri xeyr. Cəbhədə sevdiyi qızın həsrətini çəkməsi qəhrəmanın xarakterində romantiklik yaradırdı. Belə bir şey vardı ki, yox idi. Bir-birinə zidd olan iki aləm, dinc həyat və mübarizə, bəli, təcrübə və təcrübədən çıxandan sonra həyat.
var idi. Hə, burada dinc həyat, arxa cəbhə idi. Bir də müharibə həyatı da bu əsgərlərin yaralandığı həyat idi də. Mircəlanın Vətən Yaraları əsəri haqqında uyğun fikri müəyyən edin. 23-cü sualda. Təhkiyəçi həkim gənc bir qızı görəndə həyata qayıtdığını hiss edir. Bəli. Təhkiyəçi müharibədən dolayı ömrünün çoxunu vətəndən uzaqda keçirdiyini yanğı ilə deyir. Xeyr. Burada təzə gəlmişdilər, amma deyir bizim bura gəldiyimiz sanki 10 aydır. Belə bir fikir keçirdi orada, amma təzə gəlmişdilər. Belə bir fikir yox idi. 23-də biri düz götürün getsin. Komandir öz sirrini təhkiyəçinin dostu ilə bölüşür. Düz götürə bilərsiniz də. Komandir öz sirrini təhkiyəçinin dostu kim idi? Yadımıza salaq, Nəsrəddin. Bölüşürdümü? Bəli, bölüşürdü. Təhkiyəçinin fikrincə xəstənin fiziki həyatından çox mənəvi həyatı var. Yanlışın altından nə götürəcəyik? Bəli, yanlışı götürəcəyik. Demək, bu doğru fikirdir. Mənəvi həyatı daha üstün götürürdü. Təhkiyəçinin yoldaşlarından sonra xəstəxanada həm görüşə, həm də sifarişə gəlmişdilər. Bəli, həm onu görmək, həm də deyir ki, sən gedəcəksən dinc həyata. Orada da məlumat verirdi. Özünə 3 ömür arzulaydı. 3 ömür yox, yazıq 2 ömür arzulaydı. Deməli 1, 3 və 6 olmalı idi. 1, 3, 6. Mircəlan Vətən Yaraları əsərlə bağlı cədvəldə uyğun fikirləri müəyyən edir. Təhkiyəçi dostunun anası sədrlik etmək istəyi haqqında da məlumat verir. Ay, yoruldum. Bəli, dostun anasının sədrlik etmək istədiyi haqqında məlumat verirmi? Bəli. Lətif danışaraq yaralı dostuna təsəlli verir. Lətif danışıb yaralı dostuna təsəlli verir. Bu da doğrudur. Nəsrəddin həkimin verdiyi məlumata görə onun ciyərinin başı qəlbdən zədələnmişdi. Belə bir fikir yox idi. Artıq çox yorulmuşam. Saat da gecdir. Saata baxım. 00. Bəzi sözləri belə düz oxuya bilmirəm. Neçə izah çəkmişəm. Başım yerində deyil. Ona görə suala bir də baxacağam. Oxuyuram, amma anlamıram sualı daha. Deyir ki, əsərlə bağlı cədvəldə uyğun fikir. Təhkiyəçi dostunun anasının sədrlik etmək istəyi haqqında da məlumat verir. Demək, bu doğrudur. Deyir, Mina xanım var idi, sədrlik etməyi sevirdi. Lətif danışaraq yaralı dostuna təsəlli verir. Bu Nəsrəddin idi. Nəsrəddinin həkimin verdiyi məlumata görə onun ciyərinin başı bir şey var idi. Çox eləyirlər. Yanlışın altından nə olacaq? Yanlış olacaq. Anasına oxşamayan dost haqqında məlumat verilir. Bu düzdür. Deyir ki, amma burada Lətif anasına oxşamırdı. Anası idarəçiliyi sevən idi, Lətif elə deyildi. Yüngülayaqlıq idi. Bizdən yaşı az idi, bizim dediklərimizi edirdi. Nəsrəddin öz tarını səsləndirməyi təhkiyəçidən xahiş edir. Bu da doğrudur. Dostların fikirləşdirirlər ki, təhkiyəçinin yaralıları dərin olduğuna görə ən az 5 ay xəstəxanada qalacaq. Belə bir şey yox idi. Ümumiyyətlə, Nəsrəddin deyir ki, çağıracaqsa, mən bunu burada da olsa eşidəcəyəm. Deməli, bizim az bir sualımız qaldı. Bahar əsərində düzgün istəyir. Avtobioqrafik əsərdir. Bu yanlışdır. Bahar aldadılaraq qəssamın yanında işləməyə göndərilir. Deyir, əvvəlsə yemək verəcəyik, paltar verəcəyik. Epik növdədir, düzdür. Bahar ədalətsizliyin qurbanı olur, düzdür. Bir də Bahar azadlıq mübarizəsinə qoşulur, yox idi. Cədvələ əsasən Mircəlanın açıq kitab əsərlə bağlı düzgünü istəyir bizdən. Gəldiyim ətrafındakı insanlara münasibəti Rübabəni öz bir qaydasında görmək istəyir, düzdür. Səttarzadə ilə dostluq münasibətləri qurur, yox. Vahidi özünə ən böyük rəqib hesab edir, düzdür. Deməli, siz burada 1-3-ü götürün. Ətrafdakı insanların Gəldiyevə münasibəti tələbənin düşməni sayırdı. Bunu Vahid sayırdı. 1, 3, 4. Poladov onun layihəsi ilə tanış olduğunu və bəyəndiyini bildirir. Poladov deyir ki, mənim vaxtım yoxdur, baxa bilmərəm. Verdiyev tələbə və müəllim heyətini aldatdığı üçün onun üstündən xaric olması haqqında əmr verir. Belə bir şey yox idi. Verdiyev yaltağın yekəsi idi, Gəldiyevdən də çox pis qorxurdu. 27-ci sualla davam edirik. Vətən Yaraları əsərində uyğun olmayanı istəyir bizdən. Nəsrəddin hekayənin qəhrəmanı ilə məktəb və universitetdə bir yerdə oxumuşdu. Aha, bu qəşəng sualdır. Buna diqqət eləməliyik. Məktəbdə bir yerdə oxumuşdular, amma universitet yoldaşı idilər. Amma universitetdə bir yerdə məncə oxumurdular, ayrı-ayrı yerlərdə idilər. Bir səhv. Yox, orada belə bir fikir vardı. Deyir, məktəb və universitet yoldaşı. Bir doğrudur, bəli, doğrudur bir. Lətif başı aşağı üzü yol oğlandı, yaşı az idi, yoldaşların qulluğunda durur, bu düzdür. Nəsrəddin həkimi qayğıkeş, mehriban, gülər üz bir şəxsdir. Nəsrəddin həkimi orada deyir ki, sərt bir həkim idi. Ona söz deməkdən sanki adam qorxurdu. Hadisələri nəql edən əsgərin anası oğluna, hadisəni nəql edən əsgərin anası idimi? Hadisələri nəql edən əsgərin anası oğluna dostlarla birlikdə olmağı tövsiyə edir, bu düzdür.
Həqiqətən də yoruldum. Hadisələri nəql edən əsgər dostlarının məktublarını analarına çatdırır. Dostların məktubları, hamısı məktub yazmışdı ki, belə bir şey yox idi. 3-5 götürün, getsin, qutarsın. Cümləni tamamlayan fikirləri müəyyən edin. Mircəlal Vətən Yaraları əsərində təhkiyəçi kimi təqdim olunan əsgər. Dostları Nəsrəddin Lətif tərəfindən Səhra xəstəxanasına ziyarət edilir. Bunu düz götürün. Xəstəxanadan arxaya göndəriləcəyini biləndə buna etiraz edir. Yox, sevinir. Həyata qayıtdığı üçün ürəyinə şadlıq hissi keçirir. Düzdür. Gözlərini açanda özünü təmiz, sakit bir otaqda tapır. Düzdür. Xəstəxana ata-anası və sevgilisinin gözləri önündə. Sevgilisi yox idi. Bunu niyə ad qoyursunuz buna? Belə qənaətə gəlir ki, xəstənin fiziki həyatından çox mənəvi həyatı lazımdır. Bəli. Eyni Venn diaqramına əsasən Mircəlal açıq kitabda tələbəyə qarşı ədalətsiz iş tutan birinin əməlinə şərik olur. Şərik olan kim idi? Buydu. Müsabiqəyə layihə təqdim edir. Gəldiyev idi. Vahidlə bir müddət dostluq edir. Heç biri. Əsərdə tənqid hədəfdir. Hər ikisi. Qrup yaratmaq arzusu ilə yaşayan Vahidin yolunda bir neçə dəfə tor qurur. Bunu da Y-yə yaza bilərik. Deməli, biz burada nə yazdıq? 1-ə B, Y, 2-yə A, 3-ə D. Uyğunluğu müəyyən edin. Mircəlal Vətən Yaraları əsərində xəstəxanadan sonra evə göndərən əsgərlərin dostlarına nə xahiş edirlər? Şəklinin anasına verilməsi bu lətif idi. Daha sonra onların evində 1-2 gün qalmağı istəyən kim idi? Nəsrəddin idi. Baba nənəni baş çəksin. Baba nənəni yada salan yox idi. Yaşıl yamacın çiçəklərindən dəstə bağlamasını lətif idi. Tələbə dostlarına salam demək. Tələbə desə universitetdə. B, Y, A, D. Mircəlal Gəldiyev verdiyi vəzifə Sadıq kişinin oğlunun işi ilə bağlı qəbul etdiyi işlə tanış olan adamın orada olmadığını bildirir. Kim? Qorxağın yekəsi Verdiyev. İnstitutun partiya komitəsi adına Vahid haqqında xasiyyətnamə yazır. Xasiyyətnamə yazan kim idi? Xasiyyətnamə yazan Gəldiyev. İnstitutda mədəni üzüm ştabının rəhbəri təyin olunur. Bu da buydu. Günahsız olduğuna inandığı üçün Vahidi zəmanətə götürür Səttarzadə. Vahidin layihəsini qalib layihələr arasında görməkdə onun layihəsinin kimin baxdığı ilə maraqlanır. Bunu edən kim idi? Bunda deyə bilərik ki, günahsız olduğu üçün. Burada Səttarzadə verilməyibdir. Vəzirbəyli də yeni də buraya yazın. Çünki Vəzirbəyli onu baxmağı təklif edir. Bahar və Məşəd Abbas qardaşı anasını çox sevir. Onlardan başqa kimsəsi yoxdur. Bunu Bahara yazın. Fağır Məsum Sədilov dürüsttür. Buraya yazın. İnsafsızdır. İtaətdə olanlara qarşı çox şöbut heç kəsə inanmır. Bunu da yazın Məşəd Abbası. Dilənçilik etmək xoşuna gəlir, qapı-qapı gəzir, dilənçilik eləmirdi. Kimsəsiz uşaqlar arxadayaq olur, arxadayaq olmurdu. Eyni diaqramına əsasən qurtardımı? Ay şükür. Rübabi və Vəzirbəyli Gəldiyevin briqadasını oxumaqdan imtina edirdi Rübabi. Layihənin qiymətləndirilməsinə obyektiv münasibət göstərir Vəzirbəyli. Sağlam düşüncəli müasir gəncliyin nümayəndəsi Rübabi. Öz şəxsi mənfeyini hər şeydən üstün tutur. Verdiyev, Gəldiyev özünə məxsus fərdi cəhətləri ilə fərqlənir. Bunu da yaza bilərsiniz ki, hər ikisinə. Deməli, A, C, B, Y. Belə. Sağ olun, salamat qalın.